Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə gül kələm və brokolidən tutma hazırlayacağıq. Bu çox qidalıdır, xeyirlidir və gül kələm və brokoli yeməyən, onu xoşlamayan insanlar da marinadını çox xoşlayacaqlar və beləliklə bol vitamin deposunu mənimsəyəcəklər. Bunun üçün əvvəlcə brokolilərimizi və gül kələmlərimizi təmiz suyun altında tərtəmiz yuyuruq. Sonra onu belə güllərinə ayırırıq. Onu bıçaqla da etmək olar, belə çevirib üzərinə zərbələr vurmaqla da ayırmaq olar. Ayrı-ayrılıqda həm gül kələmi, həm də brokolini güllərinə ayırırıq. Güllərə ayrılmış kələm qaynar su tökülür üzərinə. Hər ikisinin üzərinə qaynar su tökülür. 15 dəqiqə isti qaynar suda saxlanılır. Bu müddət ərzində köklər sürtkəcdən keçirilir. Tutmaq üçün lazım olan ərzaqlar istiot, dənəvər istiot, turşu duzu, bu turşu xüsusi turşu duzudur, pendir və turşular üçün lazım olan duzdur, quru nanə, sarımsaq. Mən sarımsağı dilimlərə bölmüşəm ki, dadı tez çıxsın. Çünki bu marinad bir həftə ərzində əmələ gəlir və yeyilə bilir. Lavroris, biraz da bir də şəkər tozu. Başqa ədviyyat lazım deyil, çünki öz dadlarını, xüsusi dadlarını saxlamaq üçün digər ədviyyatlara ehtiyac yoxdur. Bir də sirkə və üzərinə qaynar su tökəcək. Sirkəmiz alma sirkəsidir. Sirkə və qaynar su ilə də üstünü tamamlayacağıq. Bankaya, sterilizə olmuş bankaya yığılır, gül kələmlər yığılır. Bir xörək qaşığı şəkər tozu, üç diş sarımsaq doğranmış. Mən bunları layla yığacam arasına, ona görə də hissə qoyuram. Bir xörək qaşığı dolu duz, kök, 2 yarpaq lavroris, bir çay qaşığı qədər quru nanə, təzədən üzərinə gül kələmləri yığırıq. Gül kələmlərini böyüdər, güllərini götürə bilərik, daha xırda da edə bilərik. Bu sizin zövqünüzdən asılıdır. 1-3 kiloluq bankaya 1 kilo 200 qrama qədər gül kələm getdi. 2 xörək qaşığı duz tökdük, 1 çay qaşığı şəkər tozu, 2 kökün rəndəsi, 15 ədəd qara istiot, 2 xörək qaşığı nanə, quru nanə və bütün bunlardan sonra üzərinə 1 stəkan, göründüyü kimi 1 stəkan sirkə tökəcəyik.
və üstünü qaynar suyla doldurub ağzını bağlayacağıq. Bir həftə sərin yerdə qaldıqdan sonra əmələ gəlir və yemək olar. Brokoli də eyni ilə bu üsulla hazırlanır. Əgər siz qırmızı rəngdə istərsinizsə, çulundur da əlavə edərsiniz. Buyurun hazırlayın, nuş olsun, ağız dadınız heç zaman pozulmasın.